Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məştəqada Tavaylı Pajarın adlanan ərazidə 400 torpaq sahəsinin üzərində belə bir 4 otaq, bir mətbəxdən ibarət həyət evimiz çıxıb satışa. Torpağın çıxarışı var. Belə deyək, inşallah həyəti göstərək. Həyətdə kommunalları var, həyətdə və əlavə əl quyusu var. Sonra bax, belə bir arxada da yeri var və qaraj hissəsini göstərək sizlərə. Qaraj hissəsini göstərək və keçid edək evin qabaq hissəsini, giriş hissəsini göstərək. Burada da belə demək olar. Qaraj kimi də istifadə oluna bilər, yəni istəsələr. Bax, 2 otaq kimi də eləmək olar. Qiymət 45.000 manatdır, yəni təcili satılır. İzləyicilərimizin əksəriyyəti maraqlanırlar köhnə evlərlə bağlı. Yaşadığımdan bəri məktəbə də yaxındır və ondan əlavə marşrut xəttinə də yaxındır. İnşallah keçid edirik, evin içərisini göstərək sizlərə. Evin içərisini də göstərək. Buranı göstərik sizlərə. Böyük bir zalı var burada, uzun bir zalı var. Qeyd etdiyim kimi köhnə evlərlə maraqlanırlar izləyicilərimizin əksəriyyəti. Biz də çalışırıq düşdüyü qədər çəkib təqdim edirik sizlərə. Bax, burada da bir otaq var və həyətə çıxış var. Bir otaqdır. Və belə deyək, bu otağı eynən təkrarən sizlərə göstərirəm. Və keçid edirik mətbəx hissəsini bir dənə göstərək sizlərə. Bax, belə bir mətbəx hissəsi var. Və qeyd etdiyim zal və zaldan sonra bir otaq vardır. Burada da mətbəx və mətbəxdən sonra 2 otaq. 2 otağı da sizlərə təqdim edeyim. Bax, burada bir otağımız var, fikir verin. Bax, bir otaq buradadır. Bu demək olar ki, yığılıb da, yəni. Elini divarını çəksən 60-lıq, 80-lıq divarlar. Və bax, burada da bir otağımız var. Bunun təminə ehtiyacı var. Və sanuzellərdir. Burada sanuzellər təzədir burada. Və buradan da həyətə gördüyünüz kimi girişi çıxışı var. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məştəqanın Pajarın adlanan ərazidədir. Tavaylı Pajarın adlanan ərazidir. 180 nömrəli məktəb və marşruta yaxındır. 4 sotun torpaq sahəsinin üzərindədir.